Avtomobilinizin performansını artırmaq üçün böyük xərclərə ehtiyac yoxdur. Bəzi sadə baxımlar ilə sürətinizi və gücünüzü artıra bilərsiniz. Məsələn, ilk öncə alışdırma şamlarının, sveçaların stabil işləməsini yoxlatdırın. Zəif alışdırma şamları sərfiyyata və performansa mənfi təsir göstərir. Mühərrikin hava filtrini təmizləyin və ya dəyişdirin. Təmiz hava filtri mühərrikin daha çox hava almasına kömək edir. Bu da performansı artırır. Motordakı qazların çıxış sisteminə, qluşitelərdə diqqət yetirin. Tıxanmış sistem mühərrikinizi yavaşlada bilər, ona görə də müntəzəm yoxlamaq və təmizləmək vacibdir. Yağ və yağ filtrləri də müntəzəm dəyişdirmək mühərrikin ömrünü uzadır və performansını artırır. Təkərlərin hava təzyiqini nəzarətdə saxlamaq yanacaq sərfiyyatını azaldır və yol tutuşunu yaxşılaşdırır. Və unutmayın, lazımsız ağırlıqdan baqajdakı, salondakı lazımsız aksesuar və yüklərdən də qurtulmaq mühərrikin hərəkət zamanı daha yaxşı işləməsinə kömək edir. Bu sadə addımlarla avtomobilinizin performansını artırmaq mümkündür.